Ümumilikdə götürsək, əgər onların heç bir kəsə ziyanı yoxdursa, daha tolerant yanaşmaq lazımdır. Onlar da insandılar və insan hüquqlarının qorunmasına bağlı danışırıqsa, əgər cəmiyyətdə ziyanı yoxdursa, yəni bu iki insan arasında özləri öz aralarında görüşürlər və ətraf mühitə heç bir zərər vermirlərsə, bizim onların işlərinə qarışma ixtiyarımız yoxdur, onları qınamaq ixtiyarımız yoxdur, onların da həyata baxışı, düşüncə tərzi o cürdür. Buna görə də fikirləşirəm ki, onlara qarşı ki, Azərbaycan cəmiyyətimizdə qarşı yönəlmiş qruplar yaradırlar ki, əleyhinə, nə bilim, onlara psixoloji pis mənada təsir göstərmək, bunlar qəbul edilməzdir. Çünki məhz həmin insanlar arasında var ki, demək, çox adamlara ziyan vururlar, ayaq altı qazırlar, nə qədər işdə və evdə insanlara zərbə vuran insanlar. Məncə, onlar birinci geçsinlər, özləri haqqında düşünsünlər ki, cəmiyyətə nə qədər zərər verirlər öz pis vərdişləri ilə. Yəni, mənimlə gəlir ki, öz düşüncəm əsasən deyirəm ki, cinsi azlıqların biz onların işlərinə qarışmamalıyıq. Yəni, öz şəxsi işləridir.